Çox sağ olun, çox yaxşı sualdır. İlk növbədə qısaca Bəli. Trumpın hakimiyyətə gəlməsindən sonra baş verən hadisələri nəzərə yetirək. Ki, nəyə görə Trumpın Ukrayna münasibəti fərqlidir, Rusiya fərqlidir, Avropa İttifaqının digərləri. Trump Amerika Birləşmiş Ştatları kimi böyük nəhəng super gücün prezidentidir və onu da nəzərə alaq ki, Amerika Birləşmiş Ştatlarını belə götürəndə və bu illər ərzində elə bir nə qədər qazanır, xərci ondan çoxdur, borclanır, çox ağır yükün altdadır. Özünün deməli müdafiə qabiliyyətinə baxaq gör nə qədərdir. Az qalır gəlib 800 neçə milyard dollar bu müdafiə xərcləri var. NATO'nun bütün xərcləri bunun üstündə. BMT-nin bütün xərcləri bunun üstündə. Dünyada nə qədər QHT-lər var filan, bunların xərcləri bunların üstündə. Ayrı-ayrı müharibələr müxtəlif yerlərdə aparır, hamısı xərc. Ondan sonra misal üçün bu yaxın ölkələr var. Bunlar Meksika ilə ki sərhəddi bağlayır. Ona görə bağlanır ki, Meksikada ki bu iş adamları Çindir, o birisi, bu birisi, bunlar gəlir, Avropadan gələnlər var, Çindən gələnlər var. Orada deyək ki, bir zavod, fabrik qruplar, orada malı, işçi qüvvəsi ucuzdur, Amerika Birləşmiş Ştatlarına satır, baha qiymətə. Deyək, Çin özündə böyük bir Amerikan şirkətləri falan var, getdilər, oturdular, oradan gəlirdi. Deməli, xərc də həddən artıq çox. Bu Trump gəldi, Trump açıq bundan əvvəlki seçkilərdə də, işləyən dövrdə də bunu bəyan edirdi ki, bizim öz milli maraqlarımız var. Biz nəyə görə Avropanı qorumalıyıq və nəyə görə dünya yükünü çiynimizə çəkməliyik, nəyə görə bizim iş adamları deyib Çində, orada, burada işləməlidir. Trump təhdid edir, təzyiq edir. Misal üçün, Səudiyyə Ərəbistana 500 milyard dedilər, sonra 1 trilyona çıxdı. Apple şirkəti 500 milyard ortaya vəsait qoyacaq, yeni zavod, fabriklər alınsın. Deməli, faiz dərəcələrini qaldırır. Ölkəyə daxil olan Çindən, digər yerlərdən gələn mallar var ki, iş adamları gəlsin, həmin o zavod, fabriki ölkənin daxilində qursunlar. Yəni, bu baxımdan, belə baxanda Amerika üçün Trumpın atdığı adımlar Amerikanın dövlət maraqlarına uyğundur, yəni açıq deyək. Belə olan halda və nəzərə alaq ki, ortada böyük okean var və Trump deyir, mənim üçün bu ölkələr Rusiya təhlükə törətmir. Əsas təhlükəni Çində görür və Çinlə Rusiya ənənəvi müttəfiqdir, Çinlə Rusiyanı aralayır buradan. Çinlə Rusiyanı aralayır. Biz onsuz da sizinlə söhbətlərimizdə deyirik ki, Amerikanın dövlət maraqlarına uyğundur. Lazım gələn vaxtı Amerika Rusiya ilə danışacaq. Ukrayna xalqı yazıqdır, Ukrayna işğala məruz qalıb. Biz də istəyirik ki, Ukrayna haqqı, hüququ qorunsun. Amma reallıqlar fərqlidir. İndiki halda da Amerika prezidenti ilə Ukrayna prezidenti deməli danışan zaman bir böyük bir skandal ortaya çıxdı, bir abırçılıq oldu. Sonra indi cürbəcür fikirlər söyləyirlər ki, Zelenski məktub yazdı, üzv xalqına məktub yazdı. Yazdı, yazmadı, faktordur ki. Amma indi deməli Səudiyyə Ərəbistanında bu danışıqlar prosesi başlayıb. Burada da əvvəl deyirlər ki, Zelenski də iştirak edəcək, Trumpla bir də görüşəcək, amma bəlli oldu ki, elə şey yoxdur. Bu nümayəndə heyətləri görüşür. Burada da Amerika Birləşmiş Ştatlarının şərtləri var, açıq əvvəlcədən deyirlər ki, Ukrayna ərazi güzəştinə getməlidir. Və eyni zamanda da faydalı qazıntılarla bağlı. Birinci odur, ikinci də belə deyirlər, faydalı qazıntılarla bağlı, bu mineral ehtiyatlarla bağlı Amerika Birləşmiş Ştatlarının Ukraynada istədikləri var, onu reallaşdırmağa çalışırlar. Paralel olaraq heç kəs fikirləşməsin ki, Amerika Birləşmiş Ştatları o litiumu, digər o deməli mineral ehtiyatları yalnız Ukraynada alır. Hələ Rusiyanın nə danışdığı bəlli deyil. Çünki Rusiyanın dövlət rəhbərliyi bunlara deyir, bizdə də istənilən minerallar var. Doğrudan da təbii ehtiyatlar baxımından Rusiya dünyanın ən varlı ölkəsidir. Və Amerika Birləşmiş Ştatlarının da hələ bu kulis arxasında Rusiyanın nə danışdığını heç kəs bilmir. Rusiyadan nəsə götürəcək, oradan da götürəcək.